Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Allahümme salli ala Muhammedin və ala ali Muhammed. Allahım, Peyğəmbərimiz Muhammedə və onun pak ailəsinə öz rəhmətini nazil et. Ey Rəbbimiz, biz hər gün, hər namazımızda sənin uca kəlamın olan Fatihə surasını oxuyur və sənə belə əhd veririk. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yəni biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Allahım, sənin bu mübarək ayəndəki vədinə sığınırıq. Biz aciz bəndələrinik, sən isə qadir olan Allahsan. Yalnız sənə yönəlir, yalnız səndən imdad gözləyirik. Bu mübarək cümə günündə sənin huzuruna gələn bu əlləri boş çevirmə, qəlblərimizi ümidsiz qoyma. Uca Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində bizə belə nəsiyyət etmişdir. Allahdan əf, sağlamlıq və afiyət diləyin. Çünki imandan sonra heç bir bəndəyə afiyətdən, yəni hər cür bəladan uzaq olmaqdan daha xeyirli bir şey verilməmişdir. Ya Rəbb, sənin rəsulunun bu tövsiyəsinə tabi olaraq səndən həm bu dünyamız, həm də axirətimiz üçün saadət və afiyət istəyirik. Bizi darlığa salma, nəfsimizlə baş-başa qoyma. Hər iki dünyada bizə rəhmətinlə rəftar et. Yenə bu hədisin hörmətinə səndən xahiş edirik. Allahümme innəkə əfuvvun tuhibbul əfvə fə'fu anni. Yəni Allahım, sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla. Ya Allah, ya Şafi. Allahım, sən şəfa verənsən, səndən başqa şəfa verən yoxdur. Sənin bu mübarək isminin hörmətinə, xəstəxanalarda şəfa gözləyən mömin qardaş bacılarımıza, evlərimizdəki xəstələrimizə, dərdi olub dərman axtaranlara xeyirli şəfalar bəxş eylə. Ata-anamıza, övladlarımıza və bizə sağlam can, nurlu ruh nəsib et. Ya Allah, ya Rəzzaq. Allahım, sən ruzi verənsən. Sənin bu isminlə səndən ruzi bərəkəti istəyirik. Süfrələrimizi halallaşdır, qazancımızı bərəkətli et. Bizi namərdə, hətta mərdə belə möhtac eyləmə. Ya Allah, ya Vədud. Allahım, sən sevginin qaynağısan. Ailələrimizə huzur, qəlblərimizə mərhəmət ver. Evlərimizdə sevgi və hörməti daim et. Ya Allah, ya Fəttah. Allahım, sən qapıları açansan. Sənin bu isminə sığınırıq. Subay gənclərimiz üçün xeyirli ailə qapıları aç. Övlad həsrətində olanlara xeyirli zürriyyətlər nəsib eylə. İşsizlərə xeyirli iş qapıları lütf et. Ya Allah, ya Hadi. Allahım, sən hidayət verənsən. Övladlarımızı doğru yoldan ayırma. Onları səni tanıyan, valideyninə hörmət edən, vətəninə və dininə xeyirli bəndələrdən eylə. Ya Rəbbəl aləmin, sən Rəhman və Rəhimsən. Rəhmətinin genişliyi ilə bizə rəhm et. Sən qəyyumsan. Hər şeyi qoruyub saxlayansan. Bu isminin hörmətinə bizi, ailəmizi, övladlarımızı və bütün müsəlmanları qoruyub saxla. Allahım, sən mübarək Quranında belə deyirsən. Rəbbin yalnız ona ibadət etməyi və ata-anaya yaxşılıq etməyi buyurmuşdur. Rəbbimiz, ata-anamız biz kiçik olanda bizi necə mərhəmətlə böyütdülərsə, sən də onlara eləcə mərhəmət et. Onların ömrünü bərəkətli, axirətini nurlu et. Dünyadan köçənlərinə rəhmət eylə, məkanlarını cənnət et. Övladlarımızı gözümüzün nuru, qəlbimizin süruru et. Onları hər cür pis vərdişlərdən, bəd nəzərlərdən və şər qüvvələrdən özün qoru. Onlara zehin açıqlığı və gözəl əxlaq bəxş eylə. Ya Rəbbəl aləmin, sən Rəhman və Rəhimsən. Rəhmətinin genişliyi ilə bizə rəhm et. Sən qəyyumsan. Hər şeyi qoruyub saxlayansan. Bu isminin hörmətinə bizi, ailəmizi, övladlarımızı və bütün müsəlmanları qoruyub saxla. Allahım,
sən mübarək Quranında belə deyirsən: Rabbana atina fid-dunya hasanatan və fil-axirati hasanatan və qina azaban-nar. Yəni ey Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver və bizi cəhənnəm əzabından qoru. Allahumma innaka afuzzun tuhibbul afwa fa'fu anni. Yəni Allahım, sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla. Allahumma inni əs'əlukəl əfvə vəl-əfiyyətə fid-dünya vəl-axirə. Yəni Allahım, səndən dünyada və axirətdə bağışlanma və afiyət, sağlamlıq, əmin-amanlıq, xeyir istəyirəm. Ya Rəbbimiz, dualarımızı qəbul et, əllərimizi boş çevirmə, bizi utandırma. Amin, amin, amin. Allahümme salli ve sellim ala seyyidina Muhammed ve ala ali seyyidina Muhammed. Amin, amin, ya Rabbel alemin.